İnterfaza sözünün mənası inter arasında fazas meydana gəlmə deməkdir. İnterfaza bölünməyə hazırlıq mərhələsi deməkdir. Yəni interfazada hüceyrə bölünməyə hazırlaşır. İnterfaza 3 mərhələdən ibarətdir. Birinci mərhələsi presintetik mərhələdir və biz presintetik mərhələni G1 fazası ilə işarə edirik. Şəklə baxın. İkinci mərhələsi sintetik mərhələdir. S faza ilə işarə olunur. Üçüncü mərhələ isə postsintetik mərhələdir. G2 ilə işarə olunur. Biz birinci mərhələdən, yəni presintetik mərhələ haqqında danışmağa başlayaq. Presintetik mərhələ. Presintetik mərhələdə nə baş verir? Hüceyrədə çoxlu miqdarda RNT və sülal sintez olunur. ATF sintez olunmağa başlayır və DNT-nin sintezində iştirak edəcək fermentlər aktivləşir. Presintetik mərhələdə xromosomlar bir xromatidli olur. Şəklə diqqət edirin. Presintetik mərhələdə xromosomlar bir xromatidli olur. Əgər bizdən presintetik mərhələdə xromosom, xromatid və DNT miqdarını soruşsa, qeyd edək. Xromosom, xromatid və DNT miqdarı. Presintetik mərhələdə xromosom sayı 2N, xromatid sayı 2C, DNT miqdarı isə 2D ilə işarə olunur. Keçək digər mərhələyə. Sintetik mərhələdir. Bəs sintetik mərhələdə nə baş verir? Sintetik mərhələdə isə DNT sintezi, DNT-nin ikiləşməsi baş verir. Sintetik mərhələdə DNT ikiləşir. Bir qeydimiz var. O qeydi yadda saxlayın. Vacibdir. Qeyd odur ki, tutalım sizə sual verir ki, sintetik mərhələyə yenicə daxil olmuş hüceyrədə xromosomlar neçə xromatidli olur? Biz birinci mərhələdə, yəni presintetik mərhələdən danışanda dedik ki, presintetik mərhələdə xromosomlar bir xromatidli olur. Və sintetik mərhələdən danışanda dedik ki, sintetik mərhələdə artıq DNT özünü ikiləşdirir. DNT sintezi baş verir, DNT ikiləşir. Bizə sualda necə qeyd edir? Sintetik mərhələyə yenicə daxil olmuş. Əgər yenicə daxil olubsa, hələ ki orada DNT-nin ikiləşməsi baş verməyib. Bu deməkdir ki, yenicə daxil olubsa, xromosomlar bir xromatidlidir. Yenicə daxil olubsa, xromosomlar bir xromatidlidir. Və müvafiq olaraq bizdən yenicə daxil olanda xromosom, xromatid və DNT miqdarını soruşsa, xromosom sayı 2N, xromatid sayı 2N, DNT miqdarı da, daha doğrusu xromatid sayı 2C, DNT miqdarı da 2D ilə işarə olunur. Bir də digər variant var. Əgər bizdən soruşsa ki, sintetik mərhələnin sonunda xromosomlar neçə xromatidlidir? Sintetik mərhələnin sonunda isə artıq burada DNT özünü ikiləşdirir. Ona görə də xromosomlar artıq 2 xromatidli olmuş olur. Və sintetik mərhələnin sonunda xromosom, xromatid və DNT miqdarını soruşsa, biz qeyd edəcəyik ki, sonunda soruşursa, xromosom sayı 2N, xromatid sayı artıq burada neçə olacaq? 4C, çünki DNT özünü ikiləşdirir. DNT miqdarı da 4D olmuş olacaq. Üçüncü mərhələmiz post-sintetik mərhələdir. Üçüncü mərhələmiz postsintetik mərhələdir. Burada postsintetik mərhələdə ATF hüceyrədə ehtiyat halında toplanır. ATF hüceyrədə toplanır. Və postsintetik mərhələdə mitoxondri və plastidlər ikiləşir. Deməli, sintetik mərhələdə DNT özünü ikiləşdirir. Amma postsintetik mərhələdə isə hüceyrədə ATF ehtiyat halında toplanır və mitoxondri, plastid ikiləşmiş olur. Bizdən postsintetik mərhələdə xromosom, xromatid
və DNT miqdarını soruşsa, biz artıq postsintetik mərhələdəyiksə, deməli bu hüceyrə artıq sintetik mərhələni keçib. Çünki ikinci mərhələ sintetik mərhələdir və sintetik mərhələdə DNT özünü ikiləşdirir. Xromosom sayı olacaq 2n, xromatid sayı sintetik mərhələdə artıq DNT özünü ikiləşdirdiyinə görə 4c, DNT-nin də miqdarı müvafiq olaraq olacaq 4d. Bir də digər bir qeydimiz var. Yadda saxlayın ki, interfazanın presintetik və sintetik mərhələsinin əvvəlində xromosomlar bir xromatidli olur. Sintetik mərhələnin sonunda və postsintetik mərhələdə isə xromosomlar 2 xromatidli olmuş olur. Hüceyrənin bölünməsi onun əsas xassələrindən biridir. Hüceyrənin daha geniş rast gəlinən bölünmə üsulu mitoz bölünmədir. Mitoz sözünün mənası sap, tel deməkdir. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar xüsusiyyətlərə malik 2 qız hüceyrəyə bölünür. Baxın, ana hüceyrədə xromosom yığımı neçədir? 2n. Əmələ gələn qız hüceyrələrdə xromosom yığımı neçədir? 2n, 2n. Hüceyrələrin mitoz yolla bölünməsi nəticəsində orqanizmdə böyümə prosesləri, regenerasiya, köhnə hüceyrələrin yeniləri ilə əvəz olunması baş verir. Mitozun bioloji əhəmiyyəti necə oldu? Mitozun bioloji əhəmiyyəti ondan ibarətdir ki, mitoz bölünmə nəticəsində diploid, yəni 2n xromosom yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan 2 diploid qız hüceyrə yaranır. Yəni anada xromosom yığımı neçədirsə, yaranan hər 2 qız hüceyrədə də xromosom yığımı o qədər olur. Ana hüceyrədə 2n-dir. Yaranan qız hüceyrələrdə də xromosom yığımını biz müşahidə edirik ki, 2n-ə bərabərdir. Mitoz bölünmə 4 mərhələdən ibarətdir. Profaza, metafaza, anafaza və telofaza mərhələsi. Biz ilk öncə birinci mərhələ olan profaza haqqında məlumat verək. Profaza mərhələsi ən uzun davam edən mərhələdir. Sizdən soruşsa ki, ən uzun davam edən mərhələ hansıdır? Sualın cavabı profaza mərhələsidir. Profaza mərhələsində sitoplazmadan karyoplazmaya su dolur. Əgər karyoplazmaya su dolursa, karyoplazmada qatılıq azalacaq. Və profaza mərhələsində xromosomlar spirallaşmağa başlayır. Əgər xromosom spirallaşırsa, biz artıq onu işıq mikroskopunda görə bilərik. Profaza mərhələsində xromosomlar spirallaşır. Və biz artıq deməli xromosomlar spirallaşdığı üçün profaza mərhələsində xromosomları işıq mikroskopunda müşahidə edə bilirik. Profaza mərhələsində bölünmə vətərləri əmələ gəlməyə başlayır. Bölünmə vətərinin əmələ gəlməyə başlanması hansı fazadadır deyə soruşsa, profaza mərhələsindədir. Bölünmə vətərinin əmələ gəlməyə başlaması. Diqqətli olun. Əmələ gəlməyə başlaması profaza mərhələsindədir. Və sentriollar da bölünmə vətəri əmələ gəldikdən sonra qütblərə doğru çəkilir. Profaza mərhələsinin sonunda nüvə pərdəsi itir, nüvəcik itir, xromosomlar sərbəst halda sitoplazmada qalır. Və biz əgər mitoz bölünmənin profazası üçün xromosom, xromatid sayını yazmaq istəsək, belə qeyd edəcəyik. Profaza mərhələsində mitoz bölünmənin profaza mərhələsində xromosom, xromatid və DNT miqdarı. Xromosom miqdarı 2n, xromatid miqdarı 4c, DNT miqdarı isə 4d olur. Deməli, profazada, mitozda xromosom sayı 2n, xromatid sayı 4c, DNT miqdarı isə 4d olmuş. İkinci mərhələmiz isə metafaza mərhələsidir. Bəs metafaza mərhələsində hansı proseslər baş verir? Metafaza mərhələsində isə xromosomların spirallaşması
maksimum səviyyəyə çatır və xromosomların spirallaşması maksimum səviyyəyə çatdığı üçün biz xromosomları ən yaxşı bu mərhələdə görürük. Profaza mərhələsində xromosomlar spirallaşmağa başlamışdı, amma metafazada isə xromosomların spirallaşması maksimum səviyyədədir. Ona görə də biz onları daha yaxşı müşahidə edə bilirik işıq mikroskopunda. Bölünmə vətərinin əmələ gəlməyə başlaması başa çatır. Yəni, bölünmə vətərlərinin əmələ gəlməsi başa çatır. Profaza mərhələsində bölünmə vətəri əmələ gəlməyə başlamışdı. Amma metafaza mərhələsində isə bölünmə, bunu həmişə testlərdə sual verir. Bölünmə vətərlərinin əmələ gəlməsi başa çatır. Artıq yəni metafazada deməli bölünmə vətəri tam əmələ gəlir. Profazada bölünmə vətəri əmələ gəlməyə başlayır. Metafazada isə bölünmə vətərinin əmələ gəlməsi başa çatır. Və metafaza mərhələsində şəklə diqqət yetirin. Xromosomlar harda düzülüb? Hüceyrənin mərkəzi boyunca düzülüb. Baxın, xromosomlar hüceyrənin mərkəzi boyunca düzülüb. Qeyd edirik, metafaza mərhələsində xromosomlar hüceyrənin mərkəzi boyunca düzülür. Mərkəzi boyunca düzülür. Deməli, və bu zaman ekvatorial lövhə əmələ gətirir. Bölünmə vətərləri hər qütbdən bir ədəd gələrək xromosomların mərkəzi hissəsinə, yəni baxın sentromerinə, sentromer bu hissədir, sentromerinə gəlir, birləşir. Bölünmə vətəri hər qütbdən, sağdan da, soldan da, hər qütbdən bir ədəd gəlir. Baxın, hər qütbdən bir ədəd gəldi, birləşdi. Digər qütbdən də gəldi, ta sentromerinə birləşdi. Sonra bu xromosom üçün baxaq. Baxın, sentromeri burada, mərkəzi hissəsidir. Bu hissəyə həm sol qütbdən, həm də sağdan gəlir mərkəzinə, yəni sentromer hissəsinə bölünmə vətəri birləşir. İndi isə biz baxaq metafaza mərhələsində xromosom, xromatid və DNT miqdarının sayına. Metafaza mərhələsində xromosom sayı 2n, xromatid sayı 4c, xromatid sayını yazdıq. Və DNT miqdarı isə o da xromatidlə eyni, yəni 4D olmuş olacaq. Üçüncü mərhələmiz isə anafaza mərhələsidir. Anafaza mərhələsində bölünmə vətərləri qısalaraq bir xromatidli qız xromosomları və yaxud da xromatidləri qütblərə doğru çəkir. Şəklə diqqət yetirin. Burada bölünmə vətərləri qısalıb və nə edib? Bir xromatidli xromosom. Baxın, bir xromatidli xromosom budur. 2 xromatidli xromosom isə budur. Biraz yaxşı çəkim şəkli. 2 xromatidli xromosomu çəkək. Bu 2 xromatidlidir. Soldakı isə bir xromatidli xromosomdur. Baxın, anafaza mərhələsində bölünmə vətərləri qısalır və bir xromatidli qız xromosomları və yaxud da xromatidləri qütblərə doğru çəkir. Şəklə diqqət yetirin. Bəli, bir xromatidli xromosomlar qütblərə doğru çəkilmiş olub. Bu səbəbdən də 2 xromatidli xromosomlardan bir xromatidli xromosomlar əmələ gələrək xromosom sayını 2 dəfə artırmış. Müşahidə edirik ki, artıq xromosom sayı 2 dəfə artdı. Deməli, xromosomun sayı hüceyrədə nə vaxt artır deyə sual versə, mitoz bölünmənin anafazasında xromosom sayı artır. Bəs xromatid sayı harda arta bilər? Xromatid sayı interfazada S, yəni sintetik mərhələdə artırdı. Amma interfazada biz xromosom sayının artmasından danışmırıq. Interfazada yalnız xromatid sayı arta bilər. Burada DNT özünü ikiləşdirir. Xromatid sayı, DNT-nin miqdarı arta bilər. Amma xromosom sayının artması isə interfaza mərhələsində müşahidə olunmur. Bu da oldu anafaza mərhələsi. Anafaza mərhələsində xromosom,
xromatid, DNT miqdarına baxaq. Xromosomların sayı dedik ki 2 dəfə artır. Ona görə də olacaq 4N. Biz dedik ki, profazada 2N, metafazada 2N, amma artıq deməli anafaza mərhələsində isə xromosomların sayı 2 dəfə artmış oldu. Oldu 4N. Xromatid sayı olacaq 4C, DNT miqdarı da olacaq 4D. DNT miqdarı xromatidlə eyni olacaq 4D. İndi isə danışaq ən son mərhələmizdən, yəni telofaza mərhələsindən. Telofaza mərhələsində xromosomların spiralları açılır və onlar işıq mikroskopunda artıq görünməz olurlar. Biz profazada necə qeyd elədik? Profazada dedik ki, xromosomlar spirallaşır və biz onları spirallaşdığına görə, spirallaşır, yoğunlaşır, biz onları işıq mikroskopunda görə bilirik. Sonra gəldik metafazada qeyd etdik ki, xromosomların spirallaşması maksimum səviyyəyə qədər çatdığına görə biz metafaza mərhələsində xromosomları işıq mikroskopunda daha aydın müşahidə edirik. Gəldik telofaza mərhələsinə. Telofaza mərhələsində necə qeyd edirik? Xromosomların spiralları açılır. Əgər xromosomun spiralı açılıbsa, deməli biz həmin xromosomu işıq mikroskopunda görünməz olacaq. Yəni biz onu müşahidə edə bilməyəcəyik. Telofaza mərhələsində bölünmə vətərləri artıq yoxa çıxır. Biz dedik bölünmə vətəri harda əmələ gəlir? Profaza mərhələsində. Harda deməli əmələ gəlməyə başlayır harda? Profazada. Əmələ gəlməsi başa çatır. Yəni tam olaraq bölünmə vətəri harda əmələ gəlir? Metafazada. Bölünmə vətəri harda itir deyə sual versə, telofaza mərhələsində. Bəs bölünmə vətəri harda qısalır? Anafaza mərhələsində. Bunu yadda saxlamaq lazımdır. Deməli, bölünmə vətəri əmələ gəlməyə başlayır. Baxın, əmələ gəlməyə başlayır. Onda birinci mərhələ olar. Yəni profaza. Harda qısalır? Anafaza. Bölünmə vətərinin əmələ gəlməsi tam başa çatır. Hansı mərhələdə? Metafaza mərhələsində. Bölünmə vətəri harda itir? Ən sonuncu mərhələdə itir. Birinci mərhələdə əmələ gəlməyə başlayır. Sonuncu mərhələdə isə itir. Yəni telofazada isə bölünmə vətəri itir. Telofazada nüvə pərdəsi əmələ gəlməyə başlayır. Nüvəcik yaranır. Sitoplazma 2 yerə bölünür. Deməli, telofazada qeyd edək qısaca, deməli bölünmə vətəri yoxa çıxır. Bölünmə vətəri yox olur. Daha sonra biz profazada necə demişdik? Deməli, nüvə pərdəsi itir, nüvəcik itir. Qeyd eləmişdik də elə. Amma telofaza mərhələsində profazanın tam əksidir. Telofazada isə nüvə pərdəsi əmələ gəlir. Profazada itənlər telofazada əmələ gəlir. Nüvə pərdəsi əmələ gəlir. Nüvəcik əmələ gəlir. Bunu yadda saxlayırsınız. Və artıq telofazada bizmiş, baxın, şəklə diqqət yetirin. Artıq burada sitoplazma 2 yerə bölünüb və bir hüceyrədən 2 ədəd qız hüceyrə yaranır. Və mitoz bölünmədə anada xromosom sayı neçədirsə, yaranan 2 qız hüceyrədə də xromosom sayı sabit qalır. Bu da İndi isə baxaq, telofaza mərhələsində xromosom, xromatid və DNT miqdarına. Xromosom sayı 2N, xromatid sayı 2C, DNT miqdarı isə 2D olmuş. İndi isə sitokinez haqqında məlumat verək. Nədir sitokinez? Sitokinez sitoplazmanın bölünməsidir. Bitki hüceyrəsində və heyvan hüceyrəsində sitokinez bir-birindən fərqlənir. Biz bilirik ki, bitki hüceyrəsində hüceyrə divarı olur və bitkilərdə hüceyrə divarı olduğu üçün onlarda daxildən xaricə doğru bölünmə lövhəsi yaradaraq bölünürlər. Onlar, deməli, daxildən xaricə doğru bölünmə lövhəsi yaradaraq artıq bölünmüş olurlar. Amma heyvan hüceyrəsində isə hüceyrə divarı olmadığı üçün xaricdən daxilə doğru buğumlana bu şəkildə bölünürlər. Və bu prosesdə bəzi zülallar iştirak edir. Hansı zülallardır onlar? Aktin və miozin zülalları iştirak etmir.